Bu dünyada səni hər kəs tərk edə bilər. Dostun dəyişər, sevdiyin unudar. İnsanlar isə işi bitəndə gedər. Amma bir insan var, sən yıxılanda belə sənin üçün gizlicə ağlayan anan. Sən körpə olanda o gecələr yatmadı. Sən rahat nəfəs alasan deyə öz canını yordu. Sən böyüdün, amma o hələ də sənin dərdini öz dərdi bilir. Allah boş yerə ananın haqqını öz haqqından sonra zikr etmədi. Çünki ana sevgisi Allahın qullara verdiyi ən böyük rəhmətlərdəndir. Əli ibn Hüseyin radiyallahu deyirdi, mən anamla eyni qabdan yemək yeməyi sevməzdim. Qorxardım ki, anamın istədiyi bir tikəyə əlimi uzanar. Bax, sələflər analarına qarşı bu qədər həssas idi. İbn Ömərə radiyallahu anh'a bir nəfər dedi, mən anamı çiynində daşıyıb həcc etdirdim. Onun haqqını ödədimmi? İbn Ömər radiyallahu dedi, xeyr, səni doğarkən çəkdiyi bir sancının belə haqqını ödəmədin. Bir düşün, anan yaşlandıqca əslində sənə daha çox ehtiyac duyur. Bəlkə indi sənin bir gözəl sözünə möhtacdır. Get anana sarıl, əlindən öp və de, ana, əgər cənnət ananın ayaqları altındadırsa, mən o cənnəti itirmək istəmirəm. Anaya edilən yaxşılıq, ruzu, ömrü və qəlbi bərəkətləndirər.